Hər kəsə salam, Mahiyyət Akademi kanalının izləyiciləri. Hər birinizi yeni bir videoda xoş gördük. Dostlar, bildiyiniz kimi biz kriptovalyutaları sıfırdan öyrənməyə dərsliklərdə təqdim edirik sizlərə. Və bundan qabaqki dərsimizdə ümumi mövzular haqqında danışmışdıq. Bugün isə kriptovalyuta bazarında yüksək potensiala malik olan valyutaları necə araşdırırıq, bununla bağlı dərs 1-i sizə təqdim edirik. Başladıq. İlk öncə kriptovalyutaları hardan axtarırıq? Kriptovalyutaları coinmarketcap.com saytından axtarırıq. Bura bütün kriptovalyutaların daha çox belə deyim, üzdə olan kriptovalyutaların, insanların maraqlarında olan kriptovalyutaların listeləndiyi bir saytdır. Və burada da biz əvvəlcə özümüzə uyğun olaraq bu saytı tənzimləyirik. Necə tənzimləyirik? Buradan sütunlar bölməsinə daxil oluruq. Siz təbii ki, coinmarket.cap saytına girdikdə burada fərqli dizaynlarla rastlaşa bilərsiniz. Biz burada özümüzə uyğunlaşdırırıq bunu. Əvvəlcə sütunlar bölməsinə giririk və bizə nə lazım olur? Burada deməli, valyutanın qiymətinin 24 saat ərzində, ümumiyyətlə bunları əvvəlcə sıfırlayırıq. Mən sizə sıfırdan bunu tam olaraq rahat izah edeyim. Əvvəlcə bir valyutanın 24 saat, 7 gün və 30 gün ərzində qiymət faizinin nə qədər dəyişdiyini qeyd edirik burada. Daha sonra 24 saat, 7 gün və 30 gün ərzində bir valyutanın volümlərini, yəni həcmlərini görmək üçün burada punktları aktiv edirik. Və ondan sonra bizə lazım ola bilər, market cap'i lazım ola bilər. Bura bunu qeyd eləsək olar bizim üçün, amma buna daha fərqli yerdən də baxa biləcəyik, problem deyil. Və bunu bu formada saxlayırıq. Baxın, niyə burada mən sırf valyutaların qiymət nisbətinin artmağını və nə üçün volümlərini seçdim, bunu sizə deyim. Valyuta arxasındakı güc nə olur olsun və yaxud da arxasında heç bir gücü olmayan bir valyuta olsun, yəni kütlə tərəfindən dəstəklənən bir valyuta olsun, fərqi yoxdur. Bir valyutaya maraq yoxdursa, o valyutanın yüksəlməsini gözləmək düzgün deyil. Nə üçün maraq yoxdursa? Yəni maraq da nə ilə baş verir? Maraq valyutalara insanların alış-satış marağının olub-olmamasından söhbət gedir ki, yəni o valyutanı alan varsa, o valyutanı satan varsa, demək ki, insanlarda bu valyutaya qarşı bir maraq var və bu valyutanın yüksəlməyi gözlənilə bilər. Bu maraq da bizə nə ilə, maraq datalarını biz hardan götürürük? Maraq dataların qiymətin müəyyən zaman ərzində artmasından və o qiymətə, yəni burada qeyd edildiyimiz 24 saat, 7 günlük və 30 günlük volümlərlə. Yəni volüm nədir? Bir valyutada yaranmış həcm deməkdir. Həcm nədir? Yəni bir həcm necə yaranır? Valyutada bildiyiniz kimi bir şəxs alır, bir şəxs satır. Daha sonra o şəxs satır, başqa bir şəxs alır. Bunların hər biri valyutada həcm yaradır. Yəni siz düşünün ki, bugün 1000 dollarlıq hər hansı bir valyuta almışsınız və həmin valyutanın bazasında 1000 dollarlıq həcm yaratmış oldunuz. Siz o 1000 dollarlığı satan zaman yenidən 1000 dollarlıq həcm yaratmış olursunuz və qarşınızdakı bir insan həmin valyutanı aldıqda o da həmin valyutaya 1000 dollarlıq həcm yaradır və totalda siz 3-4 min dollarlıq həcm yaratmış oldunuz valyutaya. Yəni bir valyutanın həcminin çox olması onun insanlar tərəfindən maraqlı olduğunu, insanlar tərəfindən alınıb satıldığını göstərir ki, bu da valyutanın qiymətinin qalxmağına yəni təsir edən ən vacib amillərdən biridir. Və bir valyutanın həcmi ancaq 24 saatlıq zamanda və yaxud da 1 saatlıq zamanda baxmaq da düzgün deyil. Onun üçün biz burada 24 saatlıq, 7 günlük, 30 günlük volümləri qeyd elədik. 24 saat, 7 gün, 30 günlük volümləri qeyd elədik. Eyni ilə də qiymət faizlərini. Yəni, biz artıq burada bazarda axtaranda birinci ilk addımımız nədən ibarət olur? Bazarda ətrafında olan, yəni listelənmə ətrafında olan digər valyutalara nisbətən daha çox volümlərə malik olan kriptovalyutalar bizim diqqətimizi cəlb eləsin və ondan sonra digər araşdırmalara keçək. Baxın, top 100-də, top 100 içərisində belə deyim, insanlara, bu işlə məşğul olan insanlara daha çox aydın olan valyutalar yerləşdiyi üçün və köhnə valyutalar, daha böyük market cap'a malik olan valyutalar yerləşdiyi üçün burada yüksək potensiallı, yəni yüksəlmə qiymətinə malik olan bir valyuta axtarmaq o qədər də məntiqli deyil. Niyə? Çünki bunların bazar dəyərləri çoxdur. Bunlardan 2 qat, 3 qat kimi gözləntilər
olar. 10 qat kimi gözləntilər də ola bilər. Təbii ki, market kaplarına baxmaq şərti ilə. Amma biz böyük yatırımcı olmadığımız üçün bizə burada 2 qat, 3 qatlıq bir qazanclar deyil də daha yüksək qazanc potensialına malik olan valyutaları axtarmaq lazımdır. Onun üçün biz top 100-ə çox fikir vermirik. Hə, desəniz ki, mənə yüksək miqdarda yatırım eləmək istəyirəm, bəs necə edim? Onda bəli, öndə olan valyutalara yatırım eləməyə məsləhət görmək olar. Nə üçün? Çünki öndə olan valyutaların bazar dəyərləri böyük olduğu üçün onların riskləri də az olur. Qazanc faizləri də az olduğu kimi riskləri də az olur. Yəni itki riskləri də az olur. Çünki düşünün, misal üçün Bitcoin-in bazar dəyəri hal-hazırda nə qədərdir? 1 trilyon 794 milyard 982 milyon 411 min 396. Yəni bu bazar dəyəri böyük olan bir valyutanın riskləri az olur. Qazanc dediyim kimi, qazanc faizi az olduğu kimi də riski də az olur. Yəni siz düşünün ki, Bitcoin bugündən sonra gedib 10 min dollara, 5 min dollara düşəcəkmi? Bu çox az bir ehtimaldır. Amma bunun üçün böyük miqdarda yatırım edəndə hər zaman yatırımcılar məbləğ artdıqca əsasən top 100-də olan sağlam valyutalara yatırım edirlər ki, onlardan böyük qazanc gözləmədikləri kimi də böyük risklərdən də qorunmuş olurlar. Amma biz kiçik yatırımcı olduğumuz üçün biz az məbləğlərlə yatırım edib daha böyük qazanclar umduğumuz valyutaları axtarmalıyıq. Bunun üçün də əsasən biz top 100-ə deyil də top 300, top 400, top 500-cü sıralarda olan valyutaları əsasən axtarmağa üstünlük veririk. Misal üçün biz indi burada ikinci səhifədə o qədər bizim üçün çox maraqlı olmayacaq. Çünki burada bazar dəyərləri çox olan valyutalar əsasən düşüb qabağa, amma yenə də baxaq. Necə baxırıq? Baxın, dostlar, gördüyünüz kimi burada volümlər və yüksəliş və düşüş faizlərini biz görürük burada, düzdürmü? Baxırsınız, misal üçün 101-ci valyuta Floki valyutasında 24 saatlıq volüm 32 milyon, 7 günlük volüm 384 milyon və 30 günlük volüm 1 milyard üzərindədir. Yəni burada ilk diqqətinizi verin 24 saatlıq volümə, çünki buradan ilk təsir alacaqsınız. Baxın, bu sırada əsasən 32 milyonluq, 6 milyonluq, 28 milyonluq, yəni aşağı-yuxarı bir-birlərinə yaxın rəqəmlərdə olan volümlər görürük. Və bu sıranı biz düşdükcə, burada misal üçün, baxın, nədir bu? Maple Finance. 126 milyon olaraq günlük volümü artıq digər valyutalardan seçildi. Yəni günlük volümü 126 milyon, 7 günlüyü 347 milyon və aylığı 3 milyard, 4 milyarda yaxın bir volüm görürük bu valyutada. Yəni bu başdan bir şey deyim sizə. Yəni bu ümumiyyətlə yatırım tövsiyəsi deyil və burada adını seçdiyim valyutalar sadəcə nümunə olaraq sizə adını seçirəm. Yəni bu valyuta yaxşı valyutadır, gedin alın deyə bir şey yoxdur. Yəni bunu bir tərəfdə beyninizin bir tərəfində saxlayın. Sadəcə mən gün ərzində ümumiyyətlə araşdırma etdikdə valyutalarda necə araşdırma aparıram və hansı valyutaları, hansı formada axtarıram, bunu sizlərə izah edirəm. Yəni tamamilə öz risklərimi sizlərlə bölüşürəm. Baxın, burada 126 milyon volümü gördük. Daha düşürük aşağı. Yəni bu bizim üçün maraqlı ola bilər. Yəni bunu araşdıra bilərik. Daha düşürük aşağı. Yəni 16 milyonluq, 35 milyonluq və 105 milyonluq pendl gördük. Bu pendl bildiyim valyutadır. Deməli, burada diqqətimizi cəlb edən biri nədir? Bu stable. 247 milyon volüm var. Baxın. İndi buna biraz da dərinlə girəcəm araşdırma olsun. Sadəcə nümunəsi bir dənə göstərim. Baxın, bu valyutanın 24 saat ərzində qiyməti 6.30% artım edib. 7 günlük müddətdə 30.38% qiymətində artım var və 30 günlükdə 101%. Yəni yüksəlişi, yəni düşünün ki, 100 dollarlıq bundan almış olsaydınız artıq 200 dollarınız var idi. Nəyi demək istəyirəm? Görürsünüz, bax buradakı bu volüm 24 saatın volümü, 7 günün volümü və 30 günün volümü avtomatik olaraq bu valyutanın yüksəlişini digər valyutalardan fərqləndirib. Görürsünüz, digərlərində 35%, 6%, 55%, nə bilim 4% yüksəlişlər varkən bu valyutada 101% yüksəliş var. Baxın, bu valyutanın daxil olduq bu valyutaya. Bu valyuta daxil olduqdan sonra, yəni siz hər gördüyünüz volüm sizin üçün, yəni yüksək gördüyünüz volüm bu demək deyil. Bu valyutanın yüksəliş potensialı mütləqdir. Xeyr, onu da araşdırmaq lazımdır. Buna daxil olduqdan sonra belə ümumi qrafikinə baxırıq ki, bu əsasən ilk çıxdığı gündən qiymətləri baxırsınız düşüş yaşayıbdır qiymətləri və son zamanlarda az bir nisbətdə qalxış edibdir. Yəni siz volümlərə baxdınız, volümlər yüksəkdir deyə mütləq bu valyuta qalxacaq deyə bir şey yoxdur. Yəni növbəti araşdırmalar fərqli sahələrdən olacaqdır. Və biz bunun yarandığı gündən bu günə qədər volümləri nə qədər olub ona baxırıq. Baxın,
Qrafikin üzərində gəldikdə, yəni Mişkanı siz qrafik üzərinə gətirdikdə burada baxacaqsınız. Görürsünüz yuxarıda price qiymət yazılır 0.018 və aşağıda 24 saatlıq volümü. 24 saatlıq volümü 68 milyon civarında olubdur. Və bunu biz baxın 228 milyon, 288 milyon, yəni gün-gün bunun volümləri daha çox yüksəlibdir. Daha sonra 100 milyona, 200 milyona və baxın 200-300 milyon civarlarında gündəlik bu valyutada alış-satışlar olubdur və hal-hazırda bunun volümü 248 milyondur və qiyməti bir neçə gündə demək olar ki, nisbətən yüksəlir. Aha. Burada gəlirik, ikinci bir sual çıxır ortalığa. Bəs bu valyutanın volümü hal-hazırda 248 milyondur, amma bundan əvvəllər 300 milyon qədər volümü qalxmışdır və bu valyutanın qiymətinə baxdıqca qiymət düşüş yaşayıbdır. Dostlar, burada ikinci bir nüansa toxunum sizə. Volüm o demək deyil ki, bir valyutada yüksək volüm varsa, bu valyuta mütləq alışla tənzimlənir. Xeyr, volüm nədən ibarətdir? Alıcıların və satıcıların həmin valyutanın qiyməti üzərində nə qədər alış-satış ediblərsə, onların cəmindən ibarətdir. Yəni siz bu gün burada 248 milyon volüm görürsünüzsə, bu 248 milyon yalnız alışdan və yaxud da yalnız satışdan olan bir volüm deyil. Bu alış və satışların cəmidir. Yəni başdan dediyimiz kimi siz 1000 dollarlıq alırsınız və 1000 dollarlıq satırsınız. Artıq həmin valyuta üzərində siz 2000 dollarlıq, yəni alışınızdan da volüm yaratdınız orada, satışınızdan da volüm yaratdınız orada. Bu alışdan və satışdan gələn volümlərin cəmini göstərir. Bunu necə təyin eləməliyik? Artıq bunu biz növbəti dərslərdə bunu izah edəcəm. Yəni bir valyutada yüksək volüm gördüksə, o volümün alışdan və yaxud da satışdan qaynaqlandığını tapmaq üçün isə biz TradingView saytına girib, orada həmin valyutanı açıb artıq texniki analiz vasitəsilə bunu təyin edəcəyik. Yəni mən sizə hal-hazırda fundamental tərəfindən danışıram. Texniki analiz dərslərimizdə isə volümlərin alışdan və yaxud da satışdan gəldiyini onu başqa dərslikdə izah edəcəm. Deməli, buna baxdıq. Bunu da hal-hazırda yəni qrafikə baxsaq da son günlərdə, yəni son bir ay ərzində bunun 100% artımını görmüş olsaq da belə, hal-hazırda bu qrafikin, yəni bu qiymətin valyuta bazara çıxdığı gündən düşüş yaşadığını görürük və artıq buna əlavə nəyəsə baxmağa ehtiyac yoxdur. Və keçdik bunun üzərindən və araşdırmamıza davam edirik. Burada qabağımıza başqa bir valyuta çıxır, SKR deyə valyuta, 622 milyon volüm, bugün 16% düşüş yaşayıb, bir həftə içində 303% və eyni ilə də bir aylığa, çünki bu yeni çıxan valyutalar səhv eləmirəmsə, indi baxacam. Böyük bir volüm var. Bir də nəzərinizdə saxlayın ki, yeni çıxan valyutalarda istər alış, istər satış olsun, fərqi yoxdur. Hər zaman yüksək bir şey olur, yüksək volüm olur, çünki yeni çıxıb. Bunun özü yeni çıxıb. Bugün ayın neçəsidir? Deməli, ayın 21-i. Yəni, bugün ayın 23-ü, 2 gün bundan qabaq çıxmış valyutadır. Baxırsınız və çıxan gündən də qiyməti yüksəlir gedir. Həm volümü artıb, ki, çıxan gündə 32 milyon volümdən başlayıb, artıq 50 milyon və daha yüksəklərə gedib 188 milyon, 380 milyon və s. Və çıxdığı gündən də burada qeyd olunur. Bybit Futures'da listelənib, Coinbase-də listelənib, BitHub'da və Binance-ın Futures'ında listelənmiş valyutadır. Baxın, nəyə demək istirdim? Yəni, volüm yüksək olduqca qiymətə mütləq şəkildə təsir edir. Bax, bu valyutanın volümləri alışdan irəli gələn volümlərdir. Daha çox alış üzərindən yaranmış volümlərdir. Bunun şamlarına da baxmış olsaq, görəcəksiniz ki, əsasən yaşıl şamlar görür. Düzdür, burada günlükdə 3 dənə şamdır. Bunu amma daha aşağı time frame atacaq. Baxın, hər şamda yaşıl şamların çoxluğunu özünüz görürsünüz burada. Yəni, bu valyutanın volümü əsasən alışlardan gəlib. İndi dediyim kimi, bu növbəti dərsdə daha ətraflı bununla bağlı danışacağıq. Məncə bura qədər aydın oldu. Yəni bazarda biz yalnız ilk atacağımız addım volümləri yüksək olan valyutaları axtarmaqdır. Yəni özünüz görürsünüz, bu sıralamada 8 milyon, 16 milyon, 14 milyonluq volümlər içərisində bir dənə 622 milyonluq volüm görürük. Yəni bu sizin diqqətinizi mütləq cəlb edəcək. Tamam, bu yeni çıxmış bir valyutadır. Buna çox da hələ ki güvənmək və yaxud da bunu daha dərindən araşdırmaq lazımdır və amma nə qədər güvənilir tərəflərini tapsaq da belə bunu bir müddət gözləməliyik ki, bir qrafik özünü tənzimləsin. Bir bazarda bu valyutaya marağın daimi olub olmayacağını bir nəzarət altında saxlayaq, ondan sonra baxaraq bu valyutanı almaq olar, yoxsa yox. Növbəti etaplarda biz valyutalarda nələrə baxmalıyıq? Yəni bunu indi bununla bağlı videonu uzatsam, video çox uzun olar. Yəni 3-cü, 4-cü, 5-ci, 10-cu səhifələrə qədər biz araşdırsaq, video çox uzun olar. Yəni bunu ümumi bir məlumat olaraq verdim sizin üçün ki, yəni ilk addımınız bundan ibarət olsun. Məsəl üçün burada River
valyutası baxın 65 milyon digərindən seçilir. Yəni bu artıq 3-cü sıralamada, yəni 201-ci yer olsa da belə CoinMarketCap-ın 3-cü səhifəsində yerləşir bu hal-hazırda. Burada siz gördüyünüz kimi 2 milyon, 45 milyon, 1 milyon, 11 milyon volümlər gördüyünüzsə burada bir 64 milyonluq volüm görürük və 1052% 30 gün ərzində artış görürük. Bilirsiniz bu 10 qat deməkdir. Baxaq görək bunun yəni valyutanın bazara çıxdığı gündən volümləri nə göstərib və necə olub. Baxın, 6 ayına baxırıq. Bu bazara açan çıxıb, deməli 2025 sentyabr ayının 23-ü. Düşünün, sentyabr ayının 23-dən bu valyuta bazara çıxandan 35 milyon üzərində volümlə olubdur. Burada görürsünüz əgər diqqətlə baxsanız. Və 2.19 dollar bu valyutanın qiyməti olub. Baxın, bu valyutanın volümündə geri çəkilmə olmayıb. Yəni olsa da az miqdarda 19 milyondan aşağı düşməyib və növbəti etaplarda 28 milyon, burada bir balaca azalıb volümü, 49 milyon, deməli 10 milyon, 16 milyon, 37 milyon artıq qalxdı volümlər, 45 milyon, 50 milyon, yəni 98 milyon və s. və düşünün 3.32 dollarla bazarda qiymət açılışı olan valyutanın hal-hazırki qiyməti 55 dollardır. Və 6 ay mündə 1561% qalxıb. Yəni volümün bir valyuta üçün nə qədər vacib olduğunu bu valyutadan siz gördünüz. Elə bu valyuta üzərindən davam edək digər araşdırmalara. Daha sonra nə edirik? Daha sonra yəni baxın həmin valyutaya tapdığımız bir valyuta, yəni düzdür bu valyuta üçün gecikmişik, amma bunun üzərindən izah verək. Həmin valyutaya daxil oluruq. Baxın, valyutanın market cap'i, yəni bazar dəyəri 1.07 milyarddır. Yəni 1 milyard 70 milyon, 1 milyard 78 milyon bazar dəyəridir. Baxın, bir çox kriptovalyuta araşdırıcıları bir nüanslı səhv edirlər deməyim, amma biraz fərqli yanaşırlar. Yəni məlumatsız insanlar belə baxırlar ki, bir valyutanın qiyməti vaxtilə 3 dollar olub, indi 55 dollardır və yaxud da bu 55 dollardan eniş eləsə ki, misal deyirəm 2 dollara. Keçmişə qayıdıb baxırlar ki, valyutanın əvvəlcə qiyməti olub 100 dollar və yaxud da 55 dollar, amma hal-hazırda 2 dollardır. Və düşünürlər ki, o 2 dollar yenidən qalxıb 55 dollar olacaq və yaxud da 2 dollar qalxıb 200 dollar olacaq kimi bir düşüncəyə qapılırlar. Bu yanlışdır. Heç bir valyutanın qiyməti üzərindən yanaşmayın. Yəni qiymətinin bugün 2 dollardır, sabah 2000 dollar olacaq deyə yanaşmayın. Bu tamamilə səhvdir. Bir valyutanın market cap'indən, yəni bazar dəyərindən yanaşmaq lazımdır. Yəni siz baxsanız əvvəllər bir valyutanın bazar dəyəri, misal üçün deyirəm, 20 milyard olub, hal-hazırda 1 milyarddır. O 1 milyardın yenidən 20 milyarda və yaxud da 18 milyarda qalxmasını təxmin edə bilərsiniz. Amma gəlin görün həmin bazar dəyəri, yəni əvvəlcə 20 milyard olmuş valyutanın bazar dəyəri yenidən 20 milyarda qalxarsa, qiymət də həmin yerə qalxacaqmı, yoxsa yox? Təbii ki, qiymət həmin yerə böyük əksəriyyətdə qalxmayacaq. Nəyə görə? Çünki həmin zaman kriptovalyutanın bazarda dövriyyəsi fərqli sayda olub. Bugün bazardakı dövriyyəsi fərqli sayda olur. Yəni bunlar nədən ibarət? Nədir? Bunları mən sizə deyim. Baxın, bazar dəyərini tapdıq. Burada kriptovalyutanın sayı var, yəni dövrədə olan sayı var və maksimum sayı var. Bir də kilitli sayı var. Yəni baxın, bu valyutanın total sayı, yəni ümumi sayı 100 milyondur. 100 milyon river valyutası var. Və maksimum sayıda 100 milyonlar kilitlənmişdir. Yəni bu valyutadan 100 milyon bir ədəd çıxarıla bilməz. Bu bizim üçün vacib şərtdirmi? Bəli, vacib şərtdir. Və bu valyutanın bazarda dövrədə olan sayı 19.6 milyondur. Yəni baxın, valyutanın maksimum çıxarıla biləcək sayı 100 milyondur. Hal-hazırda yəni o qədər də çıxarılıbdır. Total saplı. Amma hər biri dövrəyə buraxılmayıbdır. Dövrəyə buraxılan hissəsi 19.6 milyondur. İndi düşünün, bugün bu valyutanın bazar dəyəri 1.07 milyarddırsa və 19 milyonu bunun dövrədədirsə, yəni bu nəyə bərabərdir? Bu 1.08 milyard nəyə bərabərdir? Dövrədə olan sayın qiymətə vursanız, aldığınız rəqəm bu olacaq. Yəni bu valyutanın dövrədə olan sayı qiyməti ilə vurulduqda onun bazar dəyəri çıxır ortalığa. İndi siz düşünün, bugün 1.08 milyard oldu hal-hazırda. 1.08 milyard olan bazar dəyərinə malik olan bu valyuta 19.6 milyonla bugün dövrədədir. Və düşünün ki, bir il sonra artıq bu 19 milyon deyil,
və bunun sayı misal üçün deyirəm 50 milyondur. Və bazar dəyəri yenə 1.08 milyarddır. Və o valyutanın qiyməti artıq 55 dollar olmayacaq. O valyutanın qiyməti daha aşağılarda olacaq. Nə üçün? Çünki əgər bunun bazar dəyəri qalxmayıbsa, sayı çoxaldıqca bu valyutanın qiyməti günü-gündən düşəcəkdir. Nə üçün düşəcəkdir? Yəni düşünün, bu gün 19 milyon valyuta, yəni bazar dəyəri 1.08-i bölürsən 19 milyon, 19.6 milyona 55 dollar bir ədədin qiyməti çıxır. Sabah bunun sayı çoxaldıqca, bazar dəyəri artmırsa, bu valyutanın qiyməti düşəcəkdir. Artıq siz 1.08 milyardı, 19 milyardı yox, tutalım ki 40 milyarda bölmüş olsanız, bu valyutanın qiyməti 25-26 civarlarında olacaq. Yəni bunu özünüzdə hesablaya bilərsiniz. Bəs buradan nəyə baxmalıyıq növbəti etapda? Növbəti etapda buna baxmalıyıq ki, bu valyutanın kilitləri haçan açılır? Token unclocks. Bura daxil oluruq ki, bu əvvəllər CoinMarketCap saytında bu bölmə yox idi. Daha sonradan əlavə olundu. Baxın, burada tarix ilə bütün kilitlərin açılışı göstərilibdir. Mart ayının 22-si 2026-cı ildə 2.08 milyon River valyutası, yəni 2.5% kilidi açılacaqdır və bazar dəyərindən harasa 111 milyon dollar civarında təxminən bunun kilidi açılacaqdır. Daha sonra da sentyabrın 22-si 2026-cı il, oktyabrın 22-si, yəni mart ayından sentyabr aralığına qədər hal-hazırda bu valyuta üzərində başqa bir kilid açılışı olmayacaq. Kilid açılışı nə deməkdir? Kilid açılışı olduqca bir valyutada o valyutanın sayı çoxalır. Əgər kilid açılan zaman, açılan kilidin qarşılığında o valyutaya maraq yaranarsa, insanlar daha çox alış edərsə, bu qiymətin düşməyinə icazə vermir. Bu qiymətin düşməyinə daha da çox qaldırır. Əgər kilid açılımından daha çox maraq yaranarsa. Əgər bir valyutanın kilid açılımından daha çox maraq yaranmarsa o valyutaya, avtomatik olaraq düşünün, bazarda valyutanın dəyəri 1 milyarddır, sayı 19 milyondur və say günü-gündən artır. Və insanlarda maraq yaranmır o valyutaya. Avtomatik o valyutanın qiyməti geri çəkiləcəkdir. Və yəni qiymət düşəcək. Çünki say çoxalır, bazar dəyəri böyümür, qiymət də günü-gündən aşağı çəkilir. Çünki say çoxaldıqca bayaqçı dediyimiz, yəni market cap saya bölünsün qiymət nisbəti ilə bunu nəzərə ala bilərsiniz, hesablaya bilərsiniz. Hətta burada kiçik açılışlara da baxsaq, fevralın 22-sində, yəni bunlara bəzən kilidli saxlayırlar. Yəni əsasən böyük açılışlar martın 22-sində olacaqdır. Amma kiçik açılışlar punktunu da burada aktiv edəsəz, görəcəksiniz fevralın 22-sində də 348 minlik, yəni 19 milyon dəyərində bir valyuta sayının açılışı gözlənilir. Bu bizim ikinci baxdığımız tərəf ki, valyutanın kilidlərinin. Bəzən elə valyutaya rast gələcəksiniz ki, baxacaqsınız ki, valyutanın kilidi uzun müddət kilidli qalıb. Yəni bəzi valyutalar var ki, bəzən bir il onların kilidi açılmır. Bir il onların kilidindən valyuta bazarda sayı artmır. Bu bizim üçün yaxşı bir göstərici olur. Nə üçün? Çünki bazarda valyutanın sayı nə qədər stabil qalsa, insanların da marağı, yəni ona çoxdursa, volümlər çoxdursa, o valyutanın yüksəlişi daha çox özünü göstərə bilər. Bunda mən sizə misal göstərə bilərəm Hype token, Hype valyutasını. Hyperliquid. Niyə bunu misal çəkirəm? Baxın, deyəcəm sizə. Bu valyuta, səhv eləmirəmsə, bir ildən çox kilidli idi bu valyutanın valyuta kilidli idi. Bir ildən çox müddət ərzində bunun ədəd sayı artmadı bazarda, səhv eləmirəmsə. Görün, burada o qalıbsa sizə göstərəcəm. Onu ki, nə demək istəyirəm? Yəni, valyuta bazara çıxdığı gündən, baxın, 3 dollardan maksimum 59 dollara qədər artmışdı və bu civarlara qədər bu valyutanın sayları kilidli idi, yəni bağlı idi. Bazarda çox az bir hissəsi, 150 milyon səhv eləmirəmsə, dövriyyədə idi və bir il müddətində deyəsən kilidli idi. Ondan sonra kilid açılandan sonra qiymətin düşməyinə baxın. Yəni insanlarda nə qədər maraq olsa da belə kilid açılışı buna imkan vermədi qiymətin qalxmağına. İndi bu keçmişdən datanı vermir deyə mən sizə bunu burada dəqiq göstərə bilmirəm. Deməli, dostlar, fikrimizi toparlayaq. Yəni ilk başda nəyə baxdıq? İlk başda CoinMarketCap saytında 24 saatlıq, 7 günlük, 30 günlük və qiymət dəyişimini 24 saat, 7 günlük və 30 günlük volümləri aktiv etdik. İlk olaraq bunlar içərisində diqqətimizi cəlb edən, digərlərinə nisbətən volümü daha çox olan valyutanı tapdıq. İkinci etapda isə o valyutanın bazar dəyərinə, o valyutanın sayına, maksimum sayına, dövrədə olan sayına və kilid açılımlarına baxdıq.
Daha burada başqa nəyə baxa bilərsiniz? Yəni videonu çox uzatmaq istəmirəm. Daha mütləq veb saytına daxil olun. Bir veb saytını incələyin, baxın görün veb saytı nədir? Yəni veb saytının necə qurulub, veb saytında nələr var? Bunlara nəzarət edin mütləq şəkildə. Twitter'ına mütləq baxmaq lazımdır. İndi mən hal-hazırda bura Twitter'ı qoşmamışam, səhv eləmirəmsə. Twitter'ına mütləq baxmaq lazımdır. Yəni izləyici sayısı nə qədərdir, followerlar nə qədərdir, aktivdirlərmi yoxsa yox. Yəni bəzi valyutalar var ki, baxırsan volümü çoxdur, nə bilim bazarda hər kəs tərəfindən danışılır, amma Twitter'ına girsən heç bir aktivlik görmürsən. Baxırsan ki, uzun müddət bundan qabaq bir paylaşım ediblər, heç ondan sonra da bir hərəkət yoxdur. Paylaşdıqları postlara nə qədər layıqlar gəlir, nə qədər kommentlər yazılır, bunlara mütləq şəkildə baxmaq lazımdır. Daha sonra burada hansı network üzərində çıxarılır? Buna baxırıq, məsələn, bu hal-hazırda Etherscan-da və Basecamp-da çıxarılıb və mütləq buradan baxın network üzərində bunun holderslarını axtarırıq. Baxın Etherscan üzərində bunun holders sayı nə qədərdir? Holders sayı 493 nəfərdir və ən çox 31% bir cüzdandadır. Yəni bu cüzdanların növbəti dərslərdə inşallah bunlar üzərində araşdırmanı daha uzun, ətraflı izah edəcəm. Çünki bunu bir videoya yerləşdirmək biraz uzun çəkər və sizi yormaq istəmirəm. Daha nəyə baxa bilərik? Mütləq şəkildə kateqoriyalarına, bu hansı kateqoriyalara aiddir? SMA DeFi proyektlərinə, kateqoriyasına aid olan proyektlərdəndir. Binance-ın alfasında filan və hansı birjalarda listelənmişdir, buna mütləq şəkildə baxmaq lazımdır. Baxın, bu valyuta hal-hazırda o qədər də böyük bir birjalarda listelənməyib. Yəni Binance Alpha-da listelənib, o qədər effektli bir şey deyil. Bitgetdə listelənib, Mexico-da listelənibdir. Bunun buradan baxırsınız, futures ümumiyyətlə istifadə olunur, yoxsa yox. Binance-da futures var. Yəni Binance-da futures-in olmağı bizim üçün əsas göstəricilərdən biri ola bilər. Çünki Binance-ın maraq dairəsində olan bir valyutadır. Yəni bir futuresdə də əsasən bundan istifadə olunursa, yəni əmin olun ki, daha çox volümlər yaratmaq üçün, insanlarda daha çox maraqlar yaratmaq üçün əsasən futuresdə istifadə olunur ki, oradan daha çox qazanırlar ki, 24 saatdakı bunun futures üzərində Binance-da futuresdəki volümünə baxsaz 2 milyard 133 milyon 869 milyon 2 milyard 133 milyon 869 min 424. Yəni tək Binance-da futuresdə olan volümünə baxın. Yəni bu kiçik bir rəqəm deyil. KuCoin birjasında futuresi var və s. və s. Buna da baxdıqdan sonra digər scan üzərində də baxın, Basecamp üzərində də buna baxa bilərik. Burada hal-hazırda tam məlumat oturmayıb. Başqa bir coin-də ona da baxmaq olar. Əslində bu araşdırmaları tək CoinMarketCap-lə yox, başqa datalarla birləşdirmək lazımdır. Yəni burada CryptoRank səhifəsinə girib burada da birləşdirmək lazımdır. Bunu növbəti videoda inşallah sizə izah edəcəm. Bugünlük bu qədər video məncə kifayət edər, çünki beyninizi çox qarışdırmaq istəmirəm. Yəni burada bir çox nüanslar var ki, onların hər birini mən sizə eyni videoda izah eləsəm, beyniniz qarışa bilər. Və yekun olaraq dediyim kimi, biz CoinMarketCap səhifəsini özümüz üçün buradan nizamlayırıq, volümləri seçirik, daha sonra valyutalara açırıq, o valyutaların baxırıq nələrinə, saylarına, baxın. Bunları hamısını nümunə olaraq göstərəm sizə. Market caplərinə baxırıq, 24 saatlıq volümlərinə baxırıq, total sayına baxırıq, maksimum sayına baxırıq və dövrədə olan sayına, veb saytına, Twitter'ına, white paper'ı mütləq oxuyun, yəni onların bir yol xəritəsini oxuyun, görün nədən söhbət gedir, nədən yazılır. Network üzərindəki bölgələrinə baxırıq, hansı holderlarda neçə faizi holderlardadır, birjalarda listelənməsinə baxırıq. Hələlik bu videoda bu qədər. Yəni ilk olaraq, yəni ilk addımımız, yəni bugünkü dərsliyimizdə ilk addımımız bazarda valyutaları axtarmamız üçün ilk olaraq nə etməliyik, bunlardan danışdıq. Növbəti dərslərdə artıq sizə token kilidlərinin açılmasının daha başqa saytlarda yoxlanılmasından danışacağam. Volümləri başqa saytlarla yoxlamaqdan danışacağam. Bəzən çünki CoinMarketCap-də volümlər düzgün olmur. Mərkəzəsiz birjalarda həmin valyutaların volümləri
burada göstərilən qədərdirmi, yoxsa yox? Eynilə burada baxın, hər birja üzərində həmin valyutanın volümü 24 saatlıq volüm göstərilir. Bu volümün doğruluq olub olmamasını bilmək üçün həmin birjadakı volümlərə gedib birjanın özündən baxmağı izah edəcəm və s. və s. Yəni dərslər çoxdur. İndi hamısını bir videoya yükləyib beyninizi qarışdırmaq istəmirəm. Hələlik sağ olun. Yeni videolarda görüşmək ümidi ilə özünüzdən müğayət olun.